Salam, hər vaxtınız xeyir olsun. Son dövrlərdə rəngli cədvəl dövlət pulu imtahanlarında tez-tez rast gəlinir. Bu gün biz sizinlə onun saymaqla yox, daha asan həll yolunu öyrənəcəyik. Deməli, söhbət nədən gedir? Aşağıdakı şəkildə qırmızı kvadratlardan başlayaraq hardan başlamağın önəmlidir. İstənilən istiqamətdə yuxarı, aşağı, sağa, sola kvadratdan kvadrata keçərək arzu olaraq qırmızı, boz, göy, sarı, qara kvadratlardan yaradıla bilən 5 kvadratlı komplektlərin sayını müəyyən edin. Bir dənə nümunə üçün köhnə dədə-baba üsulundan olanı göstərirəm. Deməli, qırmızıdan başlamalıyıq. Sonra getməliyik boza. Bozdan getməliyik göyə. Göydən getməliyik sarıya. Sarıdan da getməliyik qarıya. Bax, belə komplektlər neçə dənə yarada bilərsən? Variantlara da baxırıq ki, bütün ədədlər bir-birinə yaxındır və sayları da yetərincə çoxdur. Əlimizlə saymağa çalışsaq, imtahan vaxtı bitər, xəta eləmə şansımız da daha böyük olar. Bunu deməli necə edirik? Hansı rəngdən başlamağı çox önəmlidir. Qırmızıdan başlayırıq. Bir də bir önəmli məsələ odur ki, buradakı xanalar bir-birinə sətr sütun üzrə, yəni sola, sağa, yuxarı və aşağı əlaqələnə bilər. Xanalar bir-birindən diaqonal şəklində əlaqələnə bilməz. Başlayırıq buradan, dediyim kimi, birinci rəngdən, qırmızıdan. Qırmızıların hansı rəngdən başlayırsansa da, onların üzərində bir rəqəm yazsan, sayılır. Yəni, buna 1 yazıram, buna da 1 yazıram, burada 1 yazırıq, burada 1 yazırıq, burada 1 yazırıq. Şimdi bundan sonra gələn rənglər önəmlidir. Boz rəng özündən qabaqçı, iç qabağına çıxan o rənglə, qırmızı rənglə əlaqəlidir. Yəni, boz rəngin üzərinə yazacağımız rəqəmlər neçə qırmızı xanaya dəyirsə də onun içindəki rəqəmlərin cəmidir. Nə demək istəyirəm? Məsəl üçün, bu bozun içərisində 1 yazacaq. Çünki bir dənə qırmızıya dəyir və içindəki rəqəmi götürürük 1. Bax, yenə vurğulayıram. İçindəki rəqəmi götürürük. Əgər bir neçə o rəngə dəyirsə də, onların içindəki rəqəmlərin cəmini yazırıq. Bu boz, buna da 2 qeyd edirəm. Bax, buradakı bu qırmızının içindəki rəqəmi götürür. Bir də buna dəydiyinə görə bu qırmızının içindəki rəqəmi götürür. Yəni, 1 ilə 1-in cəmi 2. Əgər başqa bir dənə də qırmızı içində 2 olsaydı, 1, 1, 2, bura 4 yazacaqdım. Şimdi bu bozun içərisində nə yazacaq? 2. Çünki buradan bu qırmızının içindəki 1 ilə bu qırmızının içindəki 1-i götürürük, cəmləyirik, yazırıq həmin o rəngə. Sonra bu boza da 2 qeyd edirəm. Daha sonra bu boz bir dənə buradan bu qırmızının içindəki 1-ə dəydiyinə görə 1 yazıram. Diaqonal üzrə götürmək olmaz. Bozların içərisini də rəqəmləyəndən sonra keçid alıram göy rəngə. Göy rəng özündən qabaqçı rənglə əlaqələnir, yəni bozla. Deməli, göy rəngin içərisində nə rəqəm yazacağım? Biraz fərqli rənglə yazdım. Deməli, gəldim göy rəngə. Dedi ki, göy rəng nə ilə əlaqələnir ki? Özündən qabaqçı boz rənglə. Bu göy. Bir dənə buradan 2 boza dəyir, bir dənə buradan 2 boza dəyir. 2 ilə 2-nin cəmi bura 4 qeyd edəcəm. Bu mavi rəngə, bu göy rəngə baxıram. Bu neçə dənə boza dəyir? Bax, buradan burada 3 dənə boza dəyir. İçindəki rəqəmləri toplayıram. 2, dəqiqək 1, dəqiqək 1, eləyir 4. İndi baxıram bu rəngə. Bu bir dənə buradan boza dəydiyinə görə bura 1 qeyd edirəm. Bu mavi xana bir dənə buradan boza dəydiyinə görə, yəni göy xana. 1 qeyd edirəm. Bunun içərisinə 2 dənə boza dəyir və içindəkiləri toplayıram. 2, 2, bura 4 yazılır. Göylərlə işimiz qutarandan sonra keçirəm digər rəngə. Sarı özündən qabaqçı göy ilə əlaqələnir. Digər rənglərdən işi yoxdur. Bu sarı sağa, sola, bax belə yuxarı aşağıya doğru heç bir göy xana ilə əlaqələnmədiyinə görə ora 0 qeyd edirəm. Bu sarı burayla bu göylərlə əlaqələnir. 4 ilə 1-in cəmi, bura 5 qeyd edirəm. Bu sarı, bir dənə bu göylə əlaqələnir, 1 yazıram. Bu sarı, bu bir dənə 4 ilə əlaqələnir, göy rənglə, ona görə 4 yazıram. Bu sarı, bax, soldan 4, sağdan 1 göyə dəyir, cəmləyirəm 4 ilə 1-i, buraya qeyd edirəm 5. Bütün sarıları da qeyd edəndən sonra növbəti ən sonuncu qarıya keçid edirəm. Qara rəng özündən qabaqçı sarı ilə əlaqələnir. Yalnız o sarı xanalara baxacaq. Şimdi bu qara xana buradan bir dənə sarı 5-ə dəyir. Ona görə bura 5 qeyd edirəm. Və ən sonuncu xananı yazarkən, rəngi yazarkən, onun içərisində yazdığın rəqəmləri yumrudarıya alırıq. Çünki onları cəmləyib testimizin cavabını tapacaq. Bu qara xana,
Buradan sıfıra dəydiyindən ona görə sıfır götürürəm. Bu da eyni ilə buradan bir dənə sarıya dəyər, içinə də sıfır yazıldığına görə sıfır qeyd edirəm. Bu qara, buradan 4 sarıya, buradan 5 sarıya, buradan 1 sarıya. Yəni bunları cəmləyirəm, eləyir 10. Bu qaraxana isə bir dənə buradakı 1 sarıya dəyər və onun içindəki rəqəmi götürürəm 1. Qaralarla da işimiz bitdiyinə görə, ən son rəng olduğuna görə qaraların içərisinə yazdığım rəqəmləri cəmləyirəm. Testimin cavabı olur. 5, bu 10, budakı 1. Toplayıram, cavab edir 16. Digər qəbula düşmüş sualla da tanış olaq. Aşağıdakı şəkildə sarı kvadratlardan başlayaraq istənilən istiqamətdə yuxarı aşağı eyni şərtdir. Deməli, nəyə fikir veririk? Buradakı rənglərə. Sarıdan başlayarsan boz, qara, qırmızı və yaşıl misalı bitirməliyik. Başlayırıq sarıdan. Hansı rəng birinci gəlirsə də, deyirsə də onunla başla, onların içinə hamısını 1 yazırım. Burada qeyd elədim 1. Növbəti rəng bozdur. Boz rəng özündən qabaqçı sarının üsullarını cəmləyib özünə yazır. Gəldim bu boza. Bu buradan 1 sarıya dəyir. Yəni sarının sayını götürmürük. Dəydiyi sarının içindəki rəqəmi götürürük. Bura 1 qeyd edirəm. Sonra bu boz buradan 1-ə dəyir, 1 qeyd edirəm. Bu boz buradan bir dənə sarıya dəyir, 1 qeyd edirəm. Burada 1 qeyd edirəm. Bu boz buradan 1 sarıya, buradan 1 sarıya, bura 2 qeyd edirəm. Sarılarla işimiz bitdiyinə görə növbəti rəngə keçid alırıq. Bozlarla işimiz bitdiyinə görə növbəti rəngə keçid alırıq. Növbəti rəngimiz nə gəlir sıralamada? Qara. Qara rəng özündən qabaqçı boz rənglə əlaqələnəcək yalnız. İndi bu qara buradan bir yazılan boza dəyir, ona görə 1 qeyd edirəm. Sonra bu qara heç bir boza dəymədiyinə görə 0 qeyd edirəm. Bu boz, bu da bir dənə boza dəyir, 1 qeyd edirəm. Bu qara. Bax, bir buradan boza dəyir, bir dənə də buradan boza dəyir. İçindəki rəqəmlər 1 ilə 2-nin cəmi, bura 3 qeyd edirik. Bu qara nə bir yazılan boza dəyir, 1 yazıram. Qarlarla işimiz bitdi. Keçid alırıq növbəti rəngə qırmızıya. Qırmızı özündən qabaqçı rənglə əlaqələnir. Yəni qara ilə. Bu qırmızı sətir sütun üzrə heç bir qarıya dəymir. Ona görə də ora 0 qeyd edirik. Bu isə bir dənə aşağıdakı 3 olan qarıya dəyir, ona görə 3 qeyd edirəm. Bu qırmızı bir dənə buradan qarıya, bir dənə də 3 yazılan bu qarıya dəyir, ona görə də bunun içərisinə 1 ilə 3-ün cəmi 4-ü qeyd edirəm. Bu isə bir dənə qarıya dəyir, 1 yazıram. Bu bir dənə qarı içində rəqəmə dəyir, 1 yazıram. Qırmızılarla işimiz bitdiyinə görə sonuncu rəngimiz çox önəmlidir və üsul bundan çıxır. Yaşıl rəngə keçid edirik. Deməli, yaşıl rəng özündən qabaqçı qırmızının üsullarını cəmləyib özünə yazır. Gəlirəm bu yaşıla. Bu buradan 4 qırmızı, 3 qırmızıya dəyir. Ona görə bura 7 qeyd edirəm və yumru dairəyə alıram ki, üsul bundan çıxacaq. Növbəti bu yaşıla baxıram ki, heç bir qırmızıya dəymir. Ona görə bura 0 qeyd edirəm. Eyni də bu da heç bir qırmızıya dəymir sətir üstünüzdə. Bu da 0 qeyd edirəm. Buna baxıram, bu bir dənə qırmızıya dəydiyinə görə 1 yazıram. Buna 0 qeyd edirəm. Heç bir sətir üstün, yəni sağ, sol, yuxarı, aşağı üzrə heç bir qırmızı xanıya dəymir. Bunları da yumru dairəyə almaq olar ki, ən son yazdığın rənglərin içindəki rəqəmləri cəmləyirsən, testinin cavabı olur. Deməli, buradan da nə edirik? 7, 0, bitdi də yaşılımız. 0, 0, 1, 0. Ümid edirəm ki, bu üsul sizə və digər tələbələrə imtahanda böyük kömək olmuş olar. Diqqətiniz üçün təşəkkürlər.